Demək, nə zaman parçalanmışdı Frank imperiyası? 843. Ay sağ ol. Hansı dövlətdə yaranmışdı yerində krallıqlar? Fransa, İtaliya, Almanya. Bu dövlətlərin içərisində feodal dağınıqlığın ən bariz nümunəsi hansındaydı? Fransa. Fransada 16-cı əsrin onun sonunda hansı sülalə hakimiyyətə gəlmişdi? Kapetinglər. Əla. Bu dövrdə Fransada kral hakimiyyəti yalnız hansı şəhərlər arasındaydı? Fransa. Paris bir də Orlean. Orlean şəhəri arasında. Neçənci əsrdə Fransada mərkəzləşmə prosesi başlamışdı? 13-cü əsrin sonunda. Yox, 13-cün sonunda Paris iqtisadi mərkəz idi. Bəs mərkəzləşmə nə zaman başlamışdılar? 15-də. 12-ci əsrdə. Başlama 12-ci əsr. Hətta demişdik, 12-ci əsrdə haraları birləşdirmişdilər? Normandiya ilə Akvitaniya. Əla. 12-nin sonu, 13-ün əvvəlində haranı birləşdirmişdilər? Luza qraflığı. Əla. Demək, indi Səkinə, sən məndən görüm. 9-11-ci əsr Avropada olduğu kimi Azərbaycanda da hansı dövrdür? Aç görüm səsini. Feodal dağınıqlığıdır. Əla. 843-cü ildə hansı imperiya parçalanmışdı? Frank imperiyası. Yerində hansı krallıqlar yarandı? Fransa, Almanya, İtaliya. Dağınıqlığın ən bariz nümunəsi? Fransa. Əla. Fransada Paris şəhəri neçənci əsrdə ən böyük iqtisadi mərkəz idi? 13-cü əsrdə. Əla. 13-ün sonundaydı amma. Neçənci əsrdə Fransada mərkəzləşmə prosesi başlamışdı? 12-ci əsr. İlk öncə hardan başlamış? Şimaldan, cənubdan? Şimaldan. Əla. Şimaldan haranı birləşdirmişdilər? Normandiya və Akvitaniya. 13-cü əsrin əvvəlində cənubdan haranı birləşdirdilər? Tuluza qraflığı. Əla. Daha sonra Fransa bu birləşmə siyasəti həyata keçirəndən sonra bəzi islahatlar həyata keçirmişdi Fransa kralı. Hansı islahatlar idi? Kral məhkəməsi yaradır. Əlaqə yaratmaq üçün xüsusi kral təftişləri təmin edir. Vahid pul sistemi tətbiq edir. Əla. Amma yadınızda qalsın, vahid pul sistemi ancaq kral torpaqlarındadır. Kral məhkəməsi ancaq kral torpağı. Yəni bütün Fransaya aid deyil. Deməli, krala tabe olan ərazilərdə vahid pul sistemi, mərkəzi hakimiyyətlə yerli hakimiyyət orqanları arasında əlaqə etmək üçün kral müfəttişi yaradılmışdı. İndi Səkinə, sən məndən görüb, neçənci ildə Fransada ilk dəfə baş ştatlar çağırılmışdı? 1302. Kim çağırmışdı? Papa. Kim? 4-cü Filip. Aysa. 4-cü gözəl Filip Papa ilə mübarizə aparır. Mübarizənin səbəbi nə idi? Kralın kilsəyə vergi qoyması. Bu mübarizədə kim qalib gəlmişdi? Fransa. Əla. Fransa qalib gəldi, Papa nasıl hala salmışdı? Neçənci ildə baş verdi 100 illik müharibə? 1337-1453. Sonda kim qələbə çalmışdı? Fransa. İngiltərənin əlində yalnız hansı liman qalmışdı? Kalya. Müharibənin başlamasının bir var səbəbi, bir var bəhanəsi. Flandriya uğrunda rəqabət və Cənub-Qərbi Fransa əraziləri üzrə bu səbəb idi. Bəhanə isə İngiltərə kralının Fransa taxtına olan iddiası. Əla. Neçənci ildə Kresi döyüşü? 1346. Poitiers? 1356. Hər iki döyüşə kim qalib gəldi? İngiltərə. Qalib gəlmələrinin səbəbi? Fransanın krala əsir düşməsi. Yox. İngiltərənin qalib gəlməsinin səbəbi nə idi? Nəyi vardı ordusunda? Oxçuları. Əla. İndi Səkinə, sən mən denən görüm. 1415-ci il hansı döyüş? Azincourt. Kim qalib gəldi? İngilislər. Ay sağ ol. İngilislər qalib gəlsə də, sonradan Fransa xalqı hansı müharibəyə keçmişdi? 1429 Orlean. Yox. 15-ci ildəki İngilislər ilk öncə qalib gəlir, Fransanı şimal tutur. Daha sonra yerli xalq üsyan qaldırır. Partizan müharibəsinə keçir, bəli. Partizan müharibəsinə. 1429-cu ildə hansı şəhəri geri qaytarmışdı Janna d'Arc? Orlean. Orlean niyə bu qədər vacib idi? Çünki həm şimaldan, həmçində cənubdan mühasirəyə alınmış olur. Əla. Janna d'Arc İngilislərə əsir düşəndə Fransa kralı niyə onu xilas eləmədi? Niyə heç bir adım atmadı? Çünki onlar narahat idi ki, onun nüfuzu artacaq. Ona görə də onu cadugarlıqla günahlandırırlar. Ona görə də xilas eləməmişlər. Xilas eləməmişlər, əla. Neçənci baş çatdı müharibə? 1453. İngiltərəndə yalnız hansı liman qalmışdı?
Kale. Əla. Müharibənin gedişində neçənci ildə Fransa bir dəfə ağır şərtlərlə sülh müqaviləsi imzalamışdı? 1360. Əla. Müharibədə deyirik əslində ilk əvvəllər Fransanın qoşunu zəif idi, İngiltərə daha mütəşəkkil idi. Bəs necə oldu ki, sonda Fransa qalib gəldi? Sülh zamanı toplardan istifadə Ay sağ. Həm ordusunu nizamlandırır, həm də toplardan istifadə eləmişdi. Əla. İndi Səkinə, sən mənə denə görüm, neçənci olmuş Jaklar üsyanı? 1358. Səbəbi? Partiya döyüşündə kəndlərin vəziyyətinin ağırlaşması və vergilərin artırılması. Əla. Əslində bu kəndi yazıq kimə inanırdı? Xeyirxah krala. Amma kral? Hilə yolu ilə üsyan başçısını tutdu. Əla. 14-cü əsrin ortalarında Avropa əhalisinin 1/4 itirməsinə səbəb olan xəstəlik hansı xəstəlik idi? Vəba epidemiyası. Əla. Vəba epidemiyasına görə kimləri günahlandırırdılar? Yahudiləri. Elə ona görə də Yahudilərə qarşı ən böyük soyqırım Almaniyada baş verdi. Almaniyada. Dedi ki, Fransanın mərkəzləşmə prosesi nə zaman başlamışdı? Mərkəzləşmə prosesi. 12. Nə zaman yarımçıq qalmışdı? 14. Yəni hansı müharibə dövründə? 100 illik. Əla. Nə zaman başa çatmışdı? 15. Kimin dövründə? 11-ci Lovigi. Əla. 11-ci dövründə yeni tətbiq olmuş vergi hansı vergi idi? Birlik vergi. Əla. İndi Səkinə, sən denə görüm, neçənci əsrdə Fransada mütləqiyyət yarandı? 16-cı əsr. Neçənci əsrdə Latın dilini fransız ilə əvəz elədi? 1536-cı əsr. Əla. Neçənci əsrdə Fransada Burbonlar gəldi hakimiyyətə? 1594. Əla. 1594-cü ildə. Neçənci ildə, daha sonra neçənci ildə deməyək. Yaxşı, de görüm, Fransada kimin dövründə mərkəzləşmə başa çatmışdı? 11-ci Ludovik. Əla. Deməli Səkinə,